Sabunçu rayonu Zabrat 1 qəsəbəsində. Yaxın ərazi olaraq 307 saylı məktəb yolunun keçən hissəsindədir. Tam yaxınlığındadır demirəm. 198 nömrəli marşrutla evin arası demək olar ki 400-500 metr qədər məsafədə yerləşir. 2 sot torpaq sahəsində 3 otaqlı, sahəsi 110 kvadrat olan şəxsi tikili, şəxsi mülkü sizə təqdim edirəm. Qiymət ilkin olaraq 75.000 manatla satışda olacaq. İnşallah ki, real alana ev sahibi tərəfindən tam normal qane olunacaq qədər endirim olunacaq. Ən əsas üstünlüyü isə odur ki, mərkəzi kanalizasiya sistemi var. Bu çox az evlərdə rast gəlinir. Evin qarşısı bir hissəli, açıq və üstü bağlı balkondur. 5 daş kürsüdə inşa olunub. Auralı, zövqlü bir evdir. Xüsusilə də səliqəsi. Ən əsas önəmlisi budur. Çöl kürsüdən əlavə dəyərli izləyicilərimiz, evin özündə belə 3 pilləkən daha var. Yəni əlavə 3 pilləkənlə qalxıb 8 daş ümumi kürsü demək olar. Sanuzel və sanitar qovşağı ayrı-ayrılıqda inşa olunub. Buyurub baxa bilərsiniz. Bu isə sanitar qovşağıdır. Otaqlara keçid hissəsi isə koridorlandır. Yəni zaldan otaqlara deyil, birbaş koridorlu evdir. İlk olaraq bir uşaq otağını göstərim. Qazı, suyu, işığı, istilik sistemi, kombi, internetinə qədər hamısı daimi işlək vəziyyətdədir. Uzun müddətdir evdə yaşayış var. Makler evi deyil, şəxsi mülkdür, şəxsi tikilidir. Bir daha nəzərinizə çatdırıram. Mətbəx hissəsi tam normal genişlikdədir. Bütün xanımları qane eləyəcək qədər normal genişlik var. Bu isə evin qonaq otağıdır. Pəncərələr heç bir divar bitişikliyi yoxdur. Diqqət edin zəhmət olmasa. Yəni hansı kiminsə divarını, həyətini, bacasını görmə kimi ehtimalı yoxdur. İnternetini də göstərim. Və keçid alaq digər otağa. Maşallah geniş, böyük bir otaqdır, ailə otağıdır. Sənədi bələdiyyədir. Qiymət bir də nəzərinizə çatdırıram. İlkin olaraq 75.000 manatla satışda olacaq. İnşallah ki, real alana normal endirim güzəşt olunacaq. Hər kim alsa Allah xeyrini versin.